Bu gün səhər yeməyini uşaqlar üçün pankek hazırladım və istədim siz üçün video çəkim. 1 ya 2 yumurta götürürük, məndə bir dənə böyükdə. Şəkər, ağ şəkər gedir 2 xörək qaşığı. Məndə burada kakao şəkəri də 4 qaşıq qatdım. 3-4 qaşıq qatırsan. Qarışdırırıq və ora ayrı qaba un, 1 stakan yarım, stakan 190 qramlıqda. 1 paçka qabartma tozu, 1 paçka vanil, 1 stakan süd. Hamısını qatırıq bir yerdə, qarışdırırıq və 3 xörək qaşığı bitki yağı. Qarışdırıq, bu belə xəmir alınır. Burada məndə biraz, mən 20 dəqiqə gözlədim, biraz qatı çıxdı, ona görə əlavə süd döktüm. Tavanı qızdırırıq, az yağ getməlidir və o üzbəüz qızartırıq pankeki. Siz də hazırlayın, nuş edin. Mənim uşaqlarım xoşlayır şokoladla yeməyə, balla və xama ilə.